Kanalda əvvəlcədən də bildirdiyimiz kimi may ayının birinci 10 günün sonlarına doğru Qafqazın həm şimalı həm də Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Çünki artıq may ayının birinci 10 gününün əvvəllərində Azərbaycanın əvvəlcə dağlıq ərazilərindəki qısa müddətli yağıntıların lokal xarakterli intensiv olması ehtimalları var. Bu proseslər xüsusilə də Böyük Qafqazda, Gəncə Qazaxda, Kiçik Qafqazda, eyni zamanda Naxçıvanın dağlıq ərazilərində və Cəlilabad Aslanın dağlıq ərazilərində isə bu prosesin lokal dolu ilə müşahidə edilməsi ehtimalları var. Yəni dağlıq ərazilərdə hava şəraitinin tez-tez dəyişilməsi Bakı, Abşeron, Sumqayıt arasında və Mərkəzi Aran rayonlarında gündüz saatlarında nisbətən mülayim hava şəraiti müşahidə edilsə də, axşam saatlarında isə mövsüm üçün xarakterli olmayan soyuq da eləyə biləcək bir hava şəraitinin müşahidə edilməsi gözlənilir. Bu proses artıq may ayının 4-ü axşamdan 5-i, 6-sı və 7-sində isə Azərbaycan demək olar ki, əksər rayonlarında yağıntıların lokal qısa müddət ərzində intensivləşməsinə səbəb olması gözlənilir. Çünki artıq Qaradəniz rayonlarındakı ekstratropik siklon sisteminin may ayının artıq 4-ündən başlayaraq tədricən Qafqaz ərazisinə doğru yaxınlaşması gözlənilir. Yəni artıq may ayının 4-ündən qədər olan müddət ərzində yerli hava axınlarının Azərbaycan ərazisində, xüsusilə də Böyük Qafqazda, Kiçik Qafqazda və Gəncə Qazaxda lokal xarakterli yağıntılara səbəb olması ehtimalları olsa da, artıq may ayının 4-ü axşamdan başlayaraq 5-i, 6-sı, 7-si may ayının birinci 10 gününün sonlarına qədər olan müddət ərzində Azərbaycan demək olar ki, əksər rayonlarında hava şəraitinin tez dəyişilməsi gözlənilir. Çünki Rusiyanın qərbindən daxil olunan mövsüm üçün xarakterli olmayan soyuq hava ilə Qaradəniz və Aralıq dənizinin şərqindəki ekstratropik tipli siklon sistemlərin gətirdiyi rütubətli hava axınları ilə, yəni subtropik hava ilə mövsüm üçün xarakterli olmayan soyuq havanın Qafqaz ərazisində bir-birlə toqquşması fonunda may ayının çoxillik iqlim göstəricilərindən fərqli olaraq 2026-cı ilin may ayının xüsusilə də birinci 10 günü ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənir. Ümumi olaraq qlobal tendensiyalar isə bunu göstərir ki, may ayının ümumilikdə ikinci və üçüncü 10 günlük ərzində də Qafqaz ərazisində hava şəraitinin əvvəlki illərin may ayları ilə müqayisədə daha tez-tez dəyişilməsi, hətta Bakı, Abşeron, Sumqayıt ərazisi və Mərkəzi Aran rayonlarında da may ayındakı temperaturun əvvəlki illərin temperatur göstəriciləri ilə müqayisədə bir xeyli aşağı olması ehtimalları var. Bu artıq ona göstərir ki, qlobal iqlim dəyişikliyi artıq qlobal istiləşmə tendensiyaları ərazidə lokal xarakterli, yəni Şərqi Avropada və Rusiyanın qərbində lokal xarakterli soyunma proseslərinə səbəb olur və artıq biz bu siqnalları almağa başlamışıq.